Və qadınlar deyir ki, kişi güclü olsun, məni xarici təhlükələrdən qorusun, amma evdə pişik olsun. Çöldə şir olsun, evdə pişik olsun. Elə olmur. Bu elə şir həmişə şirdir, atam. Yəni sən yanında şir saxlayırsansa, sən başa düşməlisən ki, onu qıcıqlandırmaq olmaz, onu provokasiya eləmək olmaz. Çünki provokasiya eləyəcəksən, dişləyib başı əzəcək. Sən ondan artıq düzgün davranmalısan. Bu sənin məsuliyyətindir. Mən deyirəm, okey, dəli kişilər də var ki, aqressiyadır, nə bilim, həyatında nəsə düz deyil. Onun acığını daha zəiflərdən çıxır. Əksər hallarda nəyə görə məişət zorakılığı əmələ gəlir? Çünki qadın başlayır kişini didməyə, onu alçaltmağa, onu əzməyə. Kişi ta ki pul qazanmırsa, evə gələndə başlayır ki, hə, sən heç kişi deyilsən, sən pul qazanmırsan, filan kəsin qonşunun əri ilə arvadına şub aldı, maşın aldı, məndə niyə yoxdur? Və sair və ilaxır. Və kişi öz kişiliyini itirə-itirə gedir öz qadının qarşısında. Sonra ona öz kişiliyini sübut eləməyə yeganə aləti qalır fiziki aqressiyanı göstərməyə ki, mən güclüyəm. Burada qadının üzərinə məsuliyyət düşür ki, sən əgər görürsən ki, kişinin zəifliyi, pul az qazanır, xəstəlik, hansı işi düz getmir və s. demotivasiya olur. Sənin rolun onun ibarətdir ki, sən onu motivasiya edəsən. Sən ona dəstək olasan. Sən onu göstərəsən ki, bu şeylərin hamısına baxmayaraq sən yenə də ona eyni dərəcədə hörmət edirsən, eyni dərəcədə sevirsən, eyni dərəcədə ilahiləşdirirsən. Onda o həvəslənib fokus olacaq problemin həllinə. Yox, sən əgər onun üzünə hər gün vuracaqsan başqalarının yanında, öz daxili ailədə, bir yerdən sonra o gəlib çıxacaq o səviyyəyə. Yəni məişətdə aqressiya törədən kişi zəif kişidir. Güclü kişi onu eləmir. Çünki güclü kişi güclü pozisiyasını sübut eləməyə bir çox başqa şeyləri var. O artıq o qədər zəifləyib ki, o sənin qarşında daha üstün olmağını göstərməyə yeganə aləti o qalır.